Mart ayının 14-ü dəyərli izləyicilər, diqqətinizə çatdırım ki, əsgərlik müddəti ilə bağlı qərar verildi. Belə ki, hökumət hazırda əsgərlik müddətinin azaldılmasının nə üçün məqbul sayılmadığını açıqlayıb. Nazirlər Kabinetinin 2024-cü il üzrə hesabatında bu öz əksini tapıb. Qeyd edilir ki, alternativ xidmət haqqında qeyd olunan təklifin həyata keçirilməsi dövlət büdcəsi xərclərinin qənaətini nəzərdə tutsa da, bu çox ciddi hərbi siyasi islahatların aparılmasını şərtləndirir. Nəzərə çatdırılıb ki, müddətli həqiqi hərbi xidmətin orta təhsilli vətəndaşlar üçün 18 aydan 12 ayadək, ali təhsilli vətəndaşlar üçün isə 12 aydan 6 ayadək endirilməsi barədə təklifin nəzərə alınacağı təqdirdə hərbi vəzifə və hərbi xidmət haqqında qanunda müvafiq dəyişikliyin edilməsi zərurəti yaranacaq ki, bu da regionda real hərbi təhdidlərin olduğu indiki zamanda Azərbaycan ordusunun əskər və çavuş heyəti ilə komplektləşdirilməsində çətinlik yaradacaq. Qeyd olunanlar nəzərə alınaraq sözügedən təklifin qəbul edilməsi məqsədə uyğun hesab edilməyib. Yəni, əskərlik müddətində heç bir dəyişiklik olunmayıb. Dəyərli izləyicilərimiz, yenə də ali təhsil alan şəxslər 1 il, təhsil almayan şəxslər isə 1 il 6 ay əskərlik müddəti çəkəcəklər.